Mənim ailəm. Gəlin ailə üzvlərimizi birlikdə öyrənək. Ailə nədir? Ailə bir-birini sevən və qayğı göstərən insanlar qrupudur. Ata valideyndir. Ana ailədə valideyndir. Qardaş səninlə eyni ana və ataya sahib olan oğlandır. Bacı səninlə eyni valideynləri paylaşan qız və ya qadındır. Baba sənin atan və ya ananın atasıdır. Nənə sənin ana və ya atanın anasıdır. Dayı sənin atanın qardaşıdır. Dayı sənin ananın qardaşıdır. Xala və bibi. Xala sənin ananın bacısıdır. Bibi isə sənin atanın bacısıdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Görüşənədək.